Günəşin izində Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə örülmüş min illərin sirlərinin, əcdadların hikmətini daşıyan Ənurane adlı bir kənddə həyat sanki zamanın axını ilə öz ritmini tapmışdı. Kəndin dar daşlı küçələri, hər küncündə danışan qoca ağacları, sərin bulaqların axışı və tarlalarda yetişən ətirli bitkilər, keçmişlə gələcəyin birləşdiyi əbədi nağılların təzahürü idi. Hər səhər günəşin ilk şüaları kəndin üzərinə nurlu bir pərdə kimi düşər, hər axşam isə ulduzların səması sanki min illərin ağırlığı ilə dolu hikmətləri fısıldayardı. Kəndin sakinləri nəsildən nəsilə ötürülən ənənələrə və atalarının öyrətdiyi dəyərlərə sadiq idi. Hər kəs öz qəlbindəki işığı, ümidini və sevgisini qoruyub saxlamağa çalışırdı. Bu dəyərlər xüsusilə kəndin hörmətli adamlarından biri olan Hacı İbrahim bəyin öyrətdiyi hikmətlərdə öz əksini tapırdı. Hacı İbrahim bəy uzun illərin zəhmətinin, acısını və sevinclərini yaşamış, Tolstoyun romanlarında canlanan qəhrəmanların kimi insanlara doğru yol göstərmişdi. O, tez-tez kənd meydanında toplanan insanlara müraciət edər, belə deyərdi: həyatın əsl zəfəri yalnız maddi varlıqlarda deyil, ürəyinizdə daşıdığınız səmimi sevgi, mərhəmət və inamın işığında gizlidir. Hər birinizin qəlbində parlayan o işıq bizim ən böyük sərvətimizdir. Kəndin gənclərindən biri olan Tural, atası Hacı İbrahim bəydən aldığı dərslərlə böyümüş, idealist və çalışqan bir oğlan idi. O, kəndin dar küçələrində ətrafdakı təbiətin gözəlliyini seyr edərkən, həyat yalnız zəfərlərlə, sevinclərlə ölçülmür, hər çətinlik içimizdə daşıdığımız o əbədi işığı daha da parlaq etməyə imkan yaradır, deyə düşünürdü. Turalın qəlbində gələcəyin parlaq ümidinin və keçmişin dərin hikmətinin bir araya gəldiyi bir nağıl daşıyırdı. Bir payız günü kəndin bütün sakinləri tarixi ənənələrini və əcdadlarının öyrətdiyi dəyərləri yad etmək üçün geniş meydanda toplaşdı. Hər kəsin üzündə biraz kədər, biraz da ümid vardı. Quru yarpaqlar rüzgarın əsintisi ilə bir-birinə qarışır, hər küncdə min illərin nağılları səssizcə danışılırdı. O gün Hacı İbrahim bəy meydanda ayağa qalxaraq kəndin bütün sakiniyə müraciət etdi. Əziz qardaşlar və bacılar, unutmayın ki, həyatınızın ən dərin mənası öz qəlbinizdə daşıdığınız səmimi işıqdır. Bizim ən böyük gücümüz birliyimizdə, sevgi və mərhəmətdə gizlidir. Hər çətin an içimizdəki ümidin və sevginin parıltısını daha da gücləndirir. Biz birlikdə hər zaman qaranlıq günlərin öhdəsindən gələcəyik. Bu sözlər kəndin hər küncündə yaşayan insanların qəlbində dərin iz buraxdı. Hər kəs o an öz həyatında yaşadığı çətinlikləri, kədərləri və eyni zamanda içində daşıdığı səmimi işığı xatırladı. O gün Tural da atası Hacı İbrahim bəydən eşitdiyi bu sözləri ürəyinə yazdı və gələcək üçün daha böyük ümidlərlə doldu. Bir neçə ay sonra kəndin həyatında gözlənilməz bir dəyişiklik baş verdi. Şəhərdən gələn bir ailə, adı Nigar xanım və onun 2 övladı olan Nihad və Leyla kəndə köçdü. Onlar həm modern həyat tərzinin yeniliklərini gətirən, həm də köhnə ənənələri və dəyərləri qorumaq arzusu ilə dolu insanlardı. Nigar xanım, hər bir insanın qəlbində parlayan o işıq ən böyük sərvətimizdir. Biz köhnə dəyərləri və ənənələri unutmadan gələcəyin parlaq ümidini yaşatmalıyıq, deyərək kənddə yeni bir üfüq açdı. Nihad gənc və həvəsli bir oğlan olaraq kəndin tarixi və mədəni irsi ilə dərindən maraqlanırdı. O, kəndin qədim kitabxanasında atalarının və əcdadlarının yazdıqları nağılları, hikmət dolu sözləri oxuyur, hər kəsin öz içindəki işığı tapmaq üçün axtarışa çıxırdı. Leyla isə həm gözəlliyi, həm də mərhəməti ilə kəndin qəlbində bir işıq kimi parıldayırdı. Onun gülümsəməsi hər kəsi sanki dərin bir sevgi və ümidlə doldururdu. Yeni gələn ailə kəndin həyatına həm müsbət, həm də təzə bir enerji qatdı. Kəndin gəncləri Nihadın və Leylanın həvəsinin enerjisini gördükcə öz aralarında yeni layihələr və təşəbbüslər ortaya qoymağa başladılar. Tural da özünün idealist düşüncələri ilə kəndin inkişafı üçün müxtəlif tədbirlər təşkil etdi. O, Yeni Günəş adlı bir mədəniyyət və inkişaf festivalı keçirərək kəndin ənənəvi nağılları, rəqs və musiqi ilə birləşən bir tədbir hazırladı. Festival həm keçmişin dəyərlərini yad etmək, həm də gələcək üçün yeni ümidlər yaratmaq məqsədilə təşkil olundu. Festival günü kənd meydanı sanki bir rəng cümbüşünə çevrildi. Köhnə nağıllar, xalq mahnıları, rəqslər və ənənəvi oyunlar bir arada insanlara sevinc və ümid bəxş etdi. Hər kəs kəndin qapısından içəri girən yeni işıq kimi öz qəlbindəki səmimi işığı paylaşırdı. Tural meydanın ortasında çıxış edərək bizim içimizdə parlayan o işıq təkcə maddi zənginlikdə deyil, insanın qəlbində daşıdığı səmimi sevgi, mərhəmət və inamda gizlidir.
Gəlin bu işığı heç vaxt sönməyəcək şəkildə bir-birimizlə paylaşaq və gələcəyimizi sevgi ilə quraq deyərək insanlara dərin mesajlar verdi. Hər kəs o gün Turalın sözlərində, atalarının öyrətdiyi dəyərlərdə və əcdadların hikmətində özünü tapdı. Kəndin yaşlıları bizim üçün ən vacib olan, öz qəlbimizdə daşıdığımız o əbədi işıqdır. O işıq hər zaman sevgi və mərhəmətlə parıldayır və bizə göstərir ki, bir-birimizə dəstək olmaq ən böyük gücdür, deyərək gənclərə və bütün sakinə böyük dəstək oldu. Zaman keçdikcə Yeni Günəş festivalı kəndin ənənəsi halına gəldi. Hər il bu festival zamanı kəndin hər kəsi bir araya gəlib, keçmişin, indinin və gələcəyin birləşdiyi, sevgi, mərhəmət və ümidin parıldadığı anları yaşayırdı. Nigar xanım və onun övladları kəndin inkişafında böyük rol oynadılar. Nihad, kəndin tarixi irsini qoruyub saxlamaq üçün müxtəlif layihələr həyata keçirdi. Leyla isə kəndin qadınları arasında dayanışmanı və sevgi dolu əlaqələri gücləndirdi. Kənd və Günəşkənd artıq yalnız bir coğrafi məkan deyildi, o, insanların qəlbində yaşayan, əcdadların öyrətdiyi dəyərləri və gələcəyin ümidini birləşdirən, səmimi və əbədi bir işığın təcəssümü idi. Hər kəs həyatın çətin anlarında belə öz qəlbində parlayan o işığı taparaq, sevgi və mərhəmətlə irəlilədi. Xəyal, kədər, sevinc və ümid bir-birinə qarışaraq kəndin hər daşında, hər ağacının kölgəsində sanki min illərin nağılları kimi danışılırdı. Bu nağıl Tolstoyun epik təsvirlərindən ilham alaraq insanın öz içindəki gücü, cəmiyyətin birliyi və əbədi ümidin səmimi işığının nə qədər böyük bir qüvvə olduğunu bizə göstərdi. Hər kəs öz qəlbindəki işığı tapdıqca həyatın əsl mənasını, sevgi, mərhəmət, dürüstlük və inamı yaşamağa davam etdi. Gənclər, yaşlılar, qadınlar və kişilər birlikdə öz içlərindəki o səmimi işığı paylaşaraq gələcək nəsillərə də bu dəyərlərin mirasını ötürdülər. Beləliklə, Cəmiyyətin İşığı adlı bu dastan Azərbaycanın qədim torpaqlarında, Günəşkənd və kəndinin dar küçələrində və qəlblərdə parlayan əbədi ümidin, sevginin və mərhəmətin simvolu olaraq nəsildən nəsilə ötürüldü. Hər birimiz öz içimizdəki o işığı tapdıqca həyatın çətinliklərini sevgi və inamla aşacaq, gələcəyimizi ümidlə və səmimiyyətlə quracağıq. Bu hekayə həyatın həm acı, həm də şirin anlarını, cəmiyyətin birliyini və insan qəlbində gizlənən əsl gücü bizə xatırladır. Azərbaycan torpaqlarının zəngin mədəni irsi və qədim ənənələri ilə örülmüş Günəşkənddə də hər günəşin doğuşu və hər ulduzun parıltısı, sanki bir ümid şeiri kimi bizə göstərir ki, əsl güc qəlbdə daşıdığımız sevgi və mərhəmətdə gizlidir. Beləliklə, ürəyin səssiz çığırışı dastanı bizə öyrətdi ki, hər bir insanın içində bir işıq, bir ümid, bir sevgi vardır. Bu işıq bir cəmiyyətin ən böyük zəfəridir. Hər kəs öz qəlbindəki işığı tapdıqca həyatın ən böyük sirrini, sevgi və ümidin əbədi qüvvəsini yaşamağa davam edəcək və gələcəyin hər səhərində, hər axşam ulduzlu səmanın altında o işığın sədası eşidiləcək.